Türkiyədə praktika istəyirsən, 8 illik təcrübəmə əsasən həkimlərdən gələn 5 məsləhəti sənə deyəcəm. Erkən və aktiv ol. Klinikaya vaxtında gəl, müşahidələrə qarış və hər fürsəti öyrənmək üçün istifadə et. Sual verməkdən çəkinmə. Yəni uzman professorlar, həkimlər sənə kömək etməyə hazırdır. Amma sualın konkret olsun. Yəni qarşılıqlıq yaratma sualından. Gündəlik qeydlər apar. Gördüyün prosedurları, öyrəndiyin metodları sənə gələcəkdə çox lazım olacaq. Yəni onları qeyd elə. Şəhəri kəşf et. Praktika sadəcə xəstəxana deyil. Getdiyin şəhərdir. Hər şəhərin öz ruhu var. Onu kəşf etməlisən. Bu sənə əlavə bir motivasiya verir, balans verir. Rahat ol, amma fokuslan. Yəni həftənin 5 günü xəstəxanada olursan, digər günləri isə dincəl, istirahət elə, gəz. Amma klinik günlərdə diqqətini tam praktikaya ver. Bu 5 məsləhət praktikanı daha məhsuldar və yadda qalan edəcək. Yeni məsləhət istəyirsən, o zaman bizə yaz.